15 il, 20 ildir bir yerdədirlər, ailəlidirlər, yekə uşaqları var. Amma boşanma qərarı alıblar. Bir yerdədirlər ha. Amma bu başın sənin telefondan qalxmır. Sən hara diqqət edirsənsə onu sevirsən. Yəni sən diqqət etmədiyin bir şeyi sevə bilmərsən. Və sənin beynində çox şeylər dəyişir. Sən düşünürsən ki, illərimi sərf edirəm ona. Bəli, insan əgər həqiqətən illərini sərf edirsə, insan üçün o dəyərli olur, qiymətli olur. Deyir, mən bu qədər vaxtımı sərf eləmişim. İndi o yoxdur axı. O diqqətini, vaxtını ona sərf eləmir əslində. Bu sənin üçün kənardan 15 ildir. Onun üçün 15 il deyil. Onun diqqəti hamısı telefondaydı. O asıllıq yaranıb, o bütün gün o telefonda, videolardadır. Diqqət hardadırsa onu sevir insan. Yəni bu sizin zənninizdir.